Gürcüstanın sabiq yüksək vəzifəli şəxslərinin evlərindən 7 milyon dollardan çox pul müsadirə edilib. Bu barədə Gürcüstanın baş prokurorluğu məlumat yayıb. Məlumatda qeyd olunur ki, Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili, Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili, keçmiş baş prokuror Otar Partsxaradze və onlarla əlaqəli şəxslərin evlərində aparılan axtarışlar zamanı ümumilikdə 7 milyon 200 min 200 Amerika Birləşmiş Ştatları dolları və 136 min lari məbləğində nağd pul götürülüb. Rəsmi açıqlamaya görə əməliyyat zamanı 198 ədəd qızıl zinət əşyası və saat, bahalı rəsm əsərləri, bir neçə min vərəq sənəd, eləcə də 50 mobil telefon və 119 ədəd elektrik avadanlığı da sübut kimi götürülüb. Bildirilib ki, əməliyyat oktyabrın 17-sində səhər saat 10-dan etibarən həm Tbilisidə, həm də Dedopliskaro, Vani, Çoxatari və Barjom rayonlarında keçirilib. Ümumilikdə 24 yaşayış ünvanında və bir neçə fərdi evdə axtarış aparılıb. Axtarış tədbirlərində Gürcüstanın baş prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin 230-a yaxın əməkdaşı iştirak edib. Hazırda istintaq orqanları götürülmüş pul və əşyaların mənşəyini araşdırır. Eləcə də toplanmış sənədlər və elektron cihazlar üzərində texniki analiz aparılır. Rəsmi məlumata görə istintaq nəticələri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.